Mən zərər çəkmiş olaraq bildirirəm ki, Bakı şəhəri Xətai rayonu 8 noyabr küçəsi 4 ünvanda Amit Ticarət Mərkəzinin 3-cü girişinin 2-ci mərtəbəsində fəaliyyət göstərən Devin Film MMC-nin Devin Media adı ilə fəaliyyət göstərən qurumuna aktyorluq təlimi almaq üçün müraciət etmişəm. Mənimlə Devin Medianın qeyri-rəsmi işçiləri olan Sevinç Vəliyeva və Şəlalə Atayeva tələm-tələsik müqavilə bağlamışlar. Qeydiyyat zamanı məndən 20 manat müqavilə bağlanarkən isə 1000 manat olmaqla ümumilikdə 1020 manat pul almışlar. 1520 manat üçün məddə daxil kağızı versələr də 500 manat nəqd ödəniş üçün məddə daxil kağızın bitib məhanəsi ilə heç bir qəbz vermədilər. Həmçinin ödənişə dair rəsmi fiskal çek təqdim edilmədi və pulun bir hissəsini kartdan kart aldılar. Mənə peşəkar aktyorluq təlimi keçiriləcəyi və gələcəkdə film və seriallarda iştirak etmək imkanının olacağı bildirdi. Lakin keçirilən dərslər və təlimlər vəd edilən səviyyədə olmadı. Pərviz Məlik Əjdər kimi şəxslərin aktyorluq sahəsində müvafiq ixtisası və diplomu olmadan dərs keçdiyini sonradan öyrəndim. Ödədiyim 1020 manatın geri qaytarılmasını tələb etsəm də pulumu qaytarmadılar. Bundan əlavə Devin Media əməkdaşı Atilla Uysalın yaxın dostu Rəcəb Qatı mənimlə evlənmək məqsədi ilə münasibət qurdu. Daha sonra məni Atilla Uysalın Şüvalandakı bağına dəvət etdi və orada qız uşağım olduğumu və bunu istəmədiyimi açıq şəkildə bildirməyimə baxmayaraq mənə təcavüz etdi. Və hadisədən sonra Rəcəb Qatı mənə təzyiq və hədə-qorxu göstərərək "Bizim əlimiz uzundur, bizə heç kim heç nə edə bilməz" dedi. Bu ifadələrin səs yazısı məndə var. Baş vermiş hadisə barədə Atilla Uysala məlumat verdikdə o Rəcəb Qatının qorudu. Və onun Türkiyəyə qaçmasına şərait yaratdı. Bundan əlavə Atilla Uysal Azərbaycanda bu işləri polislərə pul verərək həll edirəm, get hara istəyirsən şikayət et məzmununda ifadələr səsləndirdi. Həmin ifadələrin də səs yazısı məndə var. Bunda qeyd edirəm ki, Atilla Uysal tərəfindən zorakılığa məruz qaldığını bildirən başqa bir xanım da onun barəsində şikayətçi olub. Məsələ ilə bağlı əlimdə rəsmi sənədlər, WhatsApp və səs yazıları, sübutlar var və həmin sübutları aidiyyatı istintaq orqanlarına təqdim etməyə hazıram. Cənab Prezident İlham Əliyevə, birinci vitse-prezidenti və ölkənin birinci xanımı Mehriban Əliyevəyə, həmçinin aidiyyatı dövlət qurumlarına, Daxili İşlər Naziri Cənab Vilayət Eyvazova və başqa və Baş prokuror Cənab Kamran Əliyevə müraciət edirəm. Devin Medianın fəaliyyəti ilə bağlı çoxsaylı şikayətlər səngimək bilmir. Buna görə də oranın rəhbəri Atilla Uysalın məsuliyyətə cəlb olunmasını, Rəcəb Qatının Azərbaycana qaytarılmasını üçün qanunvericiliyə uyğun tədbirlər görülməsini və məsələdə mənə köməklik göstərilməyini sizdən xahiş edirəm.